Hər kəsə Xankəndidən salamlar. Bugün mənim üçün çox xüsusi bir gündür. Uzun müddətdir mükəmməl olsun deyə gözlədiyim, amma nəhayət ki, ürəyimin səsinə qulaq asıb başladığım ilk videomla qarşınızdayım. Düşünürəm ki, nələrinsə mükəmməl olması üçün gözlədikcə, çalışdıqca əslində geridə qalırıq. Heç nə düşünmədən başlayanlar artıq yolun yarısını qət edərkən biz hələ başlamağa cəhd edə bilmirik. Bəlkə də mükəmməl olmayacaq, amma ilk videomla qarşınızdayam. Shorts videomda dediyim kimi artıq 1 ilə yaxındır ki, buradayam və bugündən Xankəndini sizlərlə birgə gəzəcəyik. Çoxunuz buranı gəzib görmüsünüz, bəlkə də videolardan izləmisiniz, amma inanın mənə, burada yaşamaq, səhər buranın havası ilə oyanmaq tam başqa bir hissdir. Xankəndi hər gün yenidən doğulur. Mən bu küçələrlə addımlayanda bir şey hiss edirəm. Bu şəhər artıq bizə doğmadır. Çoxları soruşur ki, burada həyat necədir? Həyat burada çox gözəldir, ümid doludur. Mən istəyirəm ki, siz bu videolarda Xankəndini sadəcə bir xəritədə nöqtə kimi yox, eviniz kimi görəsiniz. Burada yolunuz düşəndə hansı döngədən dönəcəyinizi, harada dincələcəyinizi artıq biləsiniz. Bura gələ bilməyənlər üçünsə bu videolarla artıq Xankəndini gəzmiş kimi olacaqlar. Bura gələnlər videolara baxarkən Xankəndidəki xatirələrini göz önündə canlandıracaqlar. Sizin üçün Xankəndidə ən maraqlı olan nədir? Gəlin şərh bölməsində yazın, mən də oralar haqqında videolar çəkim paylaşım. Bugün isə sizinlə oğlumu bağçadan gətirməyə gedirik. Mərkəz küçələrdən keçib, bax bu ara küçələrə giririk və bu yollarla gedirik bağçaya tərəf. Bağça bizdən biraz aralıdadır və bu enişli, yoxuşlu yollarla gedəndə həqiqətən də adam çox yorulur. Yəni Xankəndidə ən adamı yoran şey bir dənə bu yollar deyə bilərəm. Harasa piyada getmək istəyirsənsə, üzü yuxarı qalxanda adam çox yorulur. Bu evlər boş evlərdir. Yəni buralarda demək olar ki, yaşayış yoxdur, həyət evləri boşdur. Bəzi tək-tük yerlərdə var ki, yaşayış var, amma bunların hamısı boşdur və bu həyətlər biraz çirklidir belə deyək. Çünki evin içindəki əşyaları, nə bilim, dəmir-dümür və s. bunları yığırlar, təmizlik işləri gedir. Ona görə də həyətlə bəzi, yəni zibilliklər görmək mümkündür. Yəni mərkəzdir, ara küçələrdir, hər yerdə iş gedir. Hara, yəni çönüb baxırsınız, binalar tikilir, binaların üstü düzəlir, təmir olunur, küçələr təmizlənir, yollar genişlənir və s. Yəni hər yerdə güclü iş gedir. Düşünürəm ki, yəni bir neçə ilə artıq Xankəndi çox mükəmməl bir şəhər olacaq. Belə deyim də, mən Xankəndini hər halıyla sevirəm. Həqiqətən Xankəndiyə bir başqa bağlıyam. Amma günü-gündən gözəlləşdiyini görəndə də insan bir qürur hissi keçirir. Yəni hardan hara gəlib çıxır Xankəndi. Bunun şahidi olmaq, burada yaşayaraq görmək də başqa bir hissdir. Burada isə Qarabağ diş klinikasıdır. Yanında isə həmin o bağça, 1 nömrəli bağçamız Xankəndidə tək bağçadır hazırda. Bir bağça da Kərkicahan qəsəbəsindədir. Orada da bir dənə bağça var. Yəni hazırda Xankəndi üzrə 2 bağçamız var və 2 məktəb var. Bir məktəb və bir bağça Xankəndinin özündədir. Bir məktəb və bir bağça isə Kərkicahan qəsəbəsindədir. Qismət olar sizinlə bir yerdə Kərkicahana da gedib gəzərik. Çünki mən özüm tam olaraq orada olmamışam. Bizim qaldığımız yerdən də aralı olduğu üçün, yəni Kərkicahanı görməmişəm, amma sizinlə bir yerdə gedib oralarda gəzərik. Bu da bizim bağçamızdır. Burada isə çıxırıq artıq bağçadan və yollanırıq Xankəndi ticarət mərkəzinə. Çünki rəqsimiz oradadır. Buradakı ticarət mərkəzində amma Bakıdakı kimi brend mallar, brend mağazalar yoxdur. Sadəcə kim istəyirsə, yəni yer götürür, orada öz mağazasını aça bilər. Və həmin bu ticarət mərkəzinin içində həm uşaq əyləncə mərkəzimiz var, həm də ki, bu da yeni açılıb, dil kursları da var, məktəbə qədər hazırlıqdır, daha sonra rəqsdir. Mən oğlumu hazırda rəqsə gətirirəm. Amma yayda ola bilsin ki, ingilis dilinə də gətirəcəm. Çünki ingilis dilinə də çox həvəsi var. Yəni dillərə qarşı marağı var. Ona görə də istəyirəm gətirəm. Hazırda burada da kurs açılmışkən. Mən Xankəndidə belə yerlər açılanda çox sevinirəm. Çünki həqiqətən uşaqlar üçün maraqlı məkanların olması yaxşıdır. Ən azından darıxmırlar. Bilirsən ki, yəni apara biləcəyin bir yer var.
Burada artıq çıxmışıq və oğlum o ara küçələrlə getmək istəmir. Bu mərkəz küçəyə çıxırıq. Bu küçələr həqiqətən çox qəşəngdirlər. Burada restoranlar var və oğlumun da çox xoşuna gəlir bura ilə getmək. Axşam gəzintisini də çox sevir, çox işıqlı olur, çox gözəl olur buralar. Bu da həmin yollardan biridir. Bu da düz üzü aşağı gedəndə Qarabağ Universitetinin qarşısına çıxır. Harda başlamışdıqsa, orada gedib çıxırıq. Əslində oradan da biraz aşağıda qalıram. Sadəcə videonu orada başlatmışdım və elə oralara yaxın bir yerdə də sonlandırmağı düşündüm bu dəfə. Düşünürəm ki, videomu bəyənib like edərsiniz və bundan sonra inşallah daha gözəl videolarda görüşərik. Hər biriniz sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək kanalıma abunə olub, like edib, şərh yazmağı unutmayın.